Gəlin heyətləri artıq keçid alaq. Futbolçular iki mövqələrini tutdular meydanda. Zirədən başlayaq. Qapıda 13 Aydın Bayramov, 32 kapitan Qismət Aliyev, 14 Elçin Əlicanov, 29 Ceyhun Nuriyev, 4 Ruan Renato, 70 İssa Cibrila, 23 Rafael Lutsik, 18 Junior Martins, 17 Ayrın Gomiz, 6 Eldar Quliyev və 19 Salif Usuma. Baş məşqçi Rəşad Sadıxovdur. İşarə verildi, oyun başladı. İlk toxunuşu Zirə futbolçuları etdi topa və onlar da ilk hücum cəhdini reallaşdırmağa çalışacaqlar. Və Cristiano da Silva indi irəliləyir. Uzaqdan qapı istiqamətində zərbə Aydın Bayramov. İlk cəhdə topu saxlaya bilmədi. İkinci cəhd. Top qapıdan aralı keçir, lakin Zirə futbolçusundan top meydanı tərk etdi. Artıq Zirə futbolçuları Turantovuzun cərimə meydançasında sıxılıq yaradıblar və bütöv heyətlə qapıcı istisna meydanın Turantovuza aid hissəsindədirlər. Qismətin ötürməsi qapı önünə, başla zərbə, top qapının yanından keçir, yetirir. Rəhim Sadıxov. Və topu yitirir Rəhim, əksi hücum, Zirənin ifasında. Junior Martins sürət yığırı mərkəzdə, sağ cinaha topu ötürdü. Salif Usuma, öndə Kavan var, Sumanın zərbəsi uzaq küncə, top dirəyin yanından keçir. Və epizodun hücumun gedişatında qayda pozuntusu var idi. Bununla bağlı Rəhim Sadıxov indi xəbərdarlıq elədi Rəvan Həmzazadə. Dərhal sürətli əks hücum şansını görən Zirə futbolçuları təhlükəli epizod yaratdılar. Salif Usuma topu uzaq 9-luğa göndərir. Əslində zərbəsi heç də pis alınmamışdı, lakin dəqiqlik, azacıq dəqiqlik çatışmadı. Ceyhun Nuriyev yaxşı çevrildi, gizlətdi topu Rəhim Sadıxovdan, indi isə Qismət Aliyev, İsmail Zülfiqardan sıyrılır, cinahla sürət yığır Qismət, rəqib cərimə meydançasına yaxınlaşdı, ötürməsini verdi. Hücum davam edəcək, Junior Martins topu meydanı saxladı. Bu isə Cibriladır, üzü istəyirəm. Sona qədər mübarizə apardı Cibrila. Daha bir ötürmə qapı qarşısına qaydan top. Rafael Lutsik'in zərbə indirməsinə imkan vermir Turantovuz futbolçuları. Və itiraz var Zirə oyuncularından. Hakim də oyunu saxlayır. Rafael Lutsik'ına qarşı qaydanın pozulduğunu iddia edir. Kavan tərəfindən. Təhlükəli gəldi Zirə. Oyunun 38-ci dəqiqəsində. İsa Cibril burada sona qədər mübarizə apardı. Qapı qarşısına topu ötürdü. Samok önünə topu qaytardı. Və Utsik çevrilib zərbə indirməyə çalışarkən rəqibin təzyiqi altında bunu edə bilmədi. Heç bir qayda pozuntusu yoxdur hakimlərin fikrinə görə. Rəvan Həmzazadə izləyir vəziyyəti cərimə meydançasında. Topu uzaqlaşdırır Turantovuz futbolçusu. Zərbə! Ceyhun Nuriyevdən çox gözəl qol izləyə bilərdik. Topu qapıdan az fərqlə aralı keçdi. Qaydan topa birbaşa gəlişinə zərbə indirdi Ceyhun Nuriyev və santimetrlər Ceyhun Nuriyevi qoldan ayırdı. Bəlkə də mövsümün ən gözəl qollarından birinə imza ata bilərdi Ceyhun bu epizodda. Hətta toru silkələdi. Çöl tərəfdən Ceyhun Nuriyev. Sabahla kubuk oyununda çox dəhşətli bir zədə aldı Moldovalı futbolçu. Və mövsüm sonuna kimi sıraya qayıda bilməyəcək. Zirənin sürətli hücumu. İsa Cibrila cinahla sürət yığır. Cibrilanın ötürməsi əks cinaha. Salif Usuma. Və 1-0. 48-ci dəqiqədə Zirə hesabı açır. Bir sürətli hücum, bir dəqiq ötürmə və bir dəqiq zərbə. Zirə 1, Turan 0. İlk hücum, ikinci hissənin əvvəlində ilk dəfə bəlkə də Zirə topla mərkəzi keçdi. Salif Usuma 12-ci qolunu vurdu mövsümdə. Qollarının sayını artırdı və Leandro Andrade bir qədər də yaxınlaşdı. Amma əlbəttə ki, bu qolun vurulmasında əsas pay sahibi İsa Cibriladır. Həm cinahla çox sürətli şəkildə reyd etdi, çox dəqiq ötürmə verdi. Cərimə meydançasının uzaq küncü istiqamətində. Heç də asan ötürmə deyildi bu. Və Salif Usuma da bir toxunuşla topu qapıya göndərdi. Sergey Samok artıq bu zərbəni dəf edə bilmədi. Oy, Qismət Aliyev çox kobud oynadı burada rəqibinə qarşı və qırmızı vərəqə. İlk baxışdan da Qismət Aliyevin ayaqla rəqibinin başına və çiyninə burada
Zərbə indirdiğini gördük. Hər halda belə göründü. Qırmızı vərəqə İsmet Aliyev. Bezer Zayev bu dəfə cərimə meydançasına birbaşa ötürmə və Aydın Bayram topu birinci çatır. Rəhim Sadıxov. Amma tez bir şəkildə topu cərimə meydançasına çatdırmaq lazımdır. Çünki vaxt çatmaya bilər. Rəhim Sadıxov. Ayrın Gomis önünü kəsdi. Və bu da Rəvan Əmzazədənin final fiti. Turan Tovuzun son həmləsinə vaxtı çatmadı hətta. 1-0 Zirə Salif Usumanın yeganə qolu sayəsində Arzu ikinci turda minimal hesablı qələbə qazanır. Kəpəzin ardınca Turan Tovuz da Zirə ilə maçda məğlubiyyətə uğradı. Zirə isə qələbə seriyasını 4 oyuna çatdırdı bununla da. Neftçi, Sumqayıt və Kəpəzin ardınca Turan Tovuzdan da üstün oldu. Zirə və eyni zamanda turnir cədvəlində ikinci pillədə mövqeyini möhkəmlətdi, artıq təmin elədi.